Bu videoları mən belə fərqli olsun deyərək tuturam və bir də ki, yəni mənim həmsoylarım Azərbaycanlılar, yəni həm Güney Azərbaycanlılar, həm Quzey Azərbaycanlılar, yəni bu videolara baxır da. Onun üçün mən gördüm ki, bunu gərək deyim və üçün çoxlu texnisyenlər bunu bilmir. Baxın bir, paltar yuvan çamaşır makinesində problemlər vardı ki, biri də budur ki, yəni dəstgah atılıb düşür, oynaya gəlir, görürsən mutfağın vəsətinə, arasına. Ya belə bir şeylər vardı. Xoş, o nəyindəndir? O köməyindəndir ki, aşağıda 2 dənə biri buradadır, içəridə biri bu əldədir. Yaxşı. Payasından ola bilər, aşağısında. Biri budur, ayaqlarından. İkisi qabaqda, ikisi dalda. Bunları dəyişdik, amma bir fərqlıq görmədik. Bu İtalyan modelidir, Ariston. Bu İtalyandır. Amma xoş, hamısında bu şahiqi, ondan sonra Samsung, LG və tükkesin. Hamısında birdir. O zaman ki gördünüz, səs dəyişilmədi. Bol birincil ola bilər. Yəni orada bol birincil də vardı. Onlardan da ola bilər. Amma xoş, biz o atılıb düşməsini deyirik. Söz atılıb düşməsindəndir və çox səsindəndir. O nəfər ki, texnisyen ki gəlir və sizə qeydib deyir ki, xoş, mən bunları dəyişdim. Bunun bədənəsində, yəni bunun bütünlüğündə bir problem vardı və bunun səsi düzəlməyəcək. Neçə il işləyir, filan işləyir və düzəlməyəcək bu. Belə keçinməlisiz, yox. Onu deyin, olmaz. Çünki onun bir yolu var. O da budur ki, bunun bu tuyubu dəyişilsin. Bu tuyub dəyişildi, hər şey həll olar. Bu tuyub getdikcə quruyur, bu tuyub quruyur və bu da yapışır burada bədəniyə də, yəni bu dəmrə yapışır və belə bağlanılır. Bu quruduqca ki, hər seri ki, qazan içəridə oynayır, bu da burada səs salır və ona görə ki, həm dəstgah titriyir, həm oynayır və bunu dedim, çünki çoxlu texnisyenlər bunu bilmirlər. Yəni bu modelini bilmirlər və elə deyirlər ki, paya ilə kömək dəyişməkdən hər şey həll olar. Amma bunu gərəkli bildim ki, deyim və evizə gələn texnisyenin də qulağına yetirəsiniz ki, belə bir söz də vardı.